Bir oğul şəhid oldu, Muradxan oğlu Ziyad. Şəhadəti ilə vətən torpağı oldu azad. Kiçik oğlunu bizə verib getdi əmanət. Rəbbim qorusun onu, böyüsün sağ salamat. Ziyad həm əsgər idi, həm də gözəl bir şair. Qəlbi çox nazik insan, şairlikdə də mahir. Onun arzu amalı torpaqları qaytarmaq, düşmənləri məhv edib onlardan qisas almaq. Anasına da bir gün arzusunu deyibdi. Bacısına bir bayraq verib nəsihət edib. Mən şəhid olacağam. Yorğanım olsun bayraq, döşəyim olsun torpaq. Vətən baldan şirindir, sevgisi çox dərindir. Ziyad kimi oğullar vətənin qədrini bildir. Vətənin dar günündə köməyə gəldi onlar. Düşmən tutmuş torpağı, düşməndən aldı onlar. Torpağa su qarışsa, palçıq olurmuş torpaq. Şəhid qanı qarışsa, vətən olurmuş ancaq.